Salam dostlar. Ədəbiyyatda məşhur bir ifadə var. Deyir ki, siz çox asan oxuyursunuz, ancaq o demək deyil ki, mən bunu çox asan yazmışam. Yəni bəzən biz doğrudan da hansısa bir misranı, beyti, hekayəni və yaxud romanı oxuyuruq, dil çox rəvan gedir və bizə elə gəlir ki, bu cür asanlıqla yazılıb. Ancaq bəzən o gözəl mətnlərin alınması üçün onun müəllifi aylarla, illərlə əziyyət çəkib, deməli, onun üzərində işləyir, tapır, necəsə o əhvalı yaxalamaq istəyir ki, o verdiyi, istədiyi effekti ala bilsin. Bugün mən sizlə belə bir məqam haqqında danışmaq istəyirəm və buna özlüyümdə mən 3 mərtəbəli metafora və yaxud 3 qat metafora deyirəm. İlk nümunəm təbii ki, Füzulidən olacaq, ənənəvi olaraq. Məşhur qəzəlinin məşhur beytlərinin biridir, hamınız bilirsiniz. Sadəcə biz oxuyanda, bayaq dediyim kimi, fərqinə varmadan onun üstündən keçirik. Elə bilir ki, çox asandır belə yazmaq. Bülbül qəmzədəyəm, bağı baharım sənsən, dəhənü, qəddü, rüxün, qönçəvü, sərvü, səmənim. Yadınızdadırsa, orta məktəbdə biz deməli 3 rəqəmliləri toplamaq üçün və yaxud çıxmaq üçün, ya bir-birinə vurmaq üçün onları alt-alta yazırdıq. Beyti başa düşmək üçün bu ifadələri də alt-alta yazacağıq. Yeri gəlmişkən bunlar izafət deyil, və bağlayıcılardır. Dəhənü, ü burada və bağlayıcısı. Bəzən bunu, bu cür ifadələri izafətlə qarışdırırlar. Dəhənü, qəddü, rüxün, qönçəvü, sərvü, səmənim. Yəni, qönçə, dəhənin, sərv, deməli, qəddin, deməli, səmən isə rüxün, yəni üzün altında yazılır. Deməli, qönçə dəhənə, dəhən, qönçəyə, ağız qönçəyə bənzədilir. Qəd, yəni qəd qamət sərv ağacına bənzədilir. Üz isə səmənə bənzədilir. Bizim səməni sözü də oradandır. Yəni həyat əlaməti olan, mənə can verən. Yəni Füzuli demək istəyir ki, mənə can verən, mənə həyat verən sənin üzündəki həyat əlamətləridir, həyat gözəllikləridir. Onu yaşıllıqla metafora eləyir. Dəhənü, qəddü, rüxün, qönçəvü, sərvü, səmənim. Və sizə onu deyim ki, Azərbaycanın dil imkanları ilə deməli 6 sözlə bu qədər 3 qat bənzətməyə nail olmaq mümkün deyil. Ancaq necəsə mümkündür, mən indi o nümunələrin birini sizə deyəcəm və yenə də ənənəvi olaraq Salam Sarvanla. Deyir ki, deyirsən gözünü yaş tutub olsun, mən ki səndən baxış ummuram daha. Bu qara günləri qara qır kimi üstümə tökəndən danmıram daha. Birinci bənzətmə, günlər qır kimi qaradır. İkinci bənzətmə, necə ki qırı damların üstünə tökürlər, günləri üstümə elə tökmüsən. Üçüncü bənzətmə, qır damların üstünə töküləndə damlar dammadığı kimi mən də ağlaya bilmirəm. Fikir verin, misraları yenə təkrarlayıram. Deyirsən gözünü yaş tutub olsun, mən ki səndən baxış ummuram daha. Bu qara günləri qara qır kimi üstümə tökəndən danmıram daha. Çox sağ olun.